Salam əziz müəllimlər, salamlayıram hər birinizi. Bildiyiniz kimi sizinlə bu günlərin biz ödənişsiz seminar təşkil olunacaq ki, həmin seminarımızın əsasında sizləri sual-cavab eləyəcəm. Və çox xahiş eləyirəm, mən sual-cavab etdiyim halda yerdən heç kəs səsi açmasın, əlavə söhbət olmasın və kimlər ki sual-cavabda iştirak etmək istəyirsə, aşağıda əl işarəsi var. Əl işarəsinə toxunaraq sual-cavabda iştirak eləyə bilər. Yəni kimlər ki əlini qaldırıbsa, mən həmin müəllimləri sual-cavab edəcəm. Və kimlər ki sual-cavab olmaq istəyirsə, əl işarəsinə toxunaraq sual-cavabda iştirak eləyə bilərlər. Və qeyd edeyim ki, əziz müəllimələr, inşallah ki bizim aprel qrupuna qeydiyyat davam eləyir, ödənişli aprel qrupumuza. Dərslərimiz həftədə 3 dəfə təşkil olunur, ödəniş 40 manatdır və müəllimə sayı 15 müəllimə olur. Fərdi hazırlıqlarımız da mümkündür. Fərdi hazırlıqları inşallah ki may ayından 2 müəlliməni götürə biləcəm. Fərdi hazırlığın qiyməti isə 60 manatdır. İndi inşallah ki 5 dəqiqə keçsin, 5 dəqiqədən sonra artıq başlayırıq. Yeni qoşulan müəllimlərdə salamlayıram bir daha. Qeyd elədiyim kimi mən müəllimləri sual-cavab etdiyim halda heç kəs yerdən danışmasın. Çünki onda səs qarmaqarışıq olur və kimlər ki sual-cavabda iştirak etmək istəyirsə, aşağıda əl işarəsinə toxunaraq sual-cavabda iştirak eləyə bilər. İndi isə keçək sual-cavabımıza. Şəxsiyyət yönümlü prinsip, didaktik prinsipimizdir. 4 mərhələdən ibarətdir. İdrak, ünsiyyət, psixomotor bacarıqlar, bir də dəyərlər. Ay, sağ ol, doğrudur. İndi bu mərhələləri bizim məzmun xəttimizə əlaqələndirin. Necə əlaqələndirərsiniz? Məzmun xətti ilə sadədən mürəkkəbə doğru. Yox. Elə bil ki, bu şəxsiyyət yönümlü prinsipin mərhələləri var ki, bu mərhələləri bizim məzmun xətlərimizə əlaqələndirin. Məzmun xətlərimiz hansılardır? Məzmun xətlərimiz bəlkə də bilirəm, müəllimə qarışdırıram məzmun xətti. Məzmun xətti, əsas standart, bunlar deyirsiniz. Məzmun xətti. Məzmun xəttimiz bizim inkişaf sahəmizdir. Yəni, mən bilirəm ki, şəxsiyyət yönümün 4 yerə bölünür. İdrak başa düşmək, anlamaqla bağlıdır. Ünsiyyət danışmaq, səlis danışmaq budur. Psixomotor bacarıqlar hərəkətlilikdir. Dəyərlərdəki muzeylər, abidələrimizdir. Yəni, bunları bil. Ay, sağ ol. İndi bax, bizim burada idrak inkişaf sahəsini təmin edir. Psixomotor bacarıqlar, fizik inkişaf hərəkət, fiziki sağlamlıq və təhlükəsizlik. Milli dəyərlərimiz sosial təmin edir. Dünyəvilik, sosial dünyəvilik. Yox, milli dəyərlər, bildim, sosial. Ay, sağ ol, sosial təmin edir. Bunun məzmun xətt gedirdi. Bəli, bizim bax bu inkişaf sahələrimiz bizim məzmun xəttlərimizdir. Yaxşı, siz mənə qeyd eləyin Sabirə müəllimə, biz məşğələni hansı planlaşdırmanın əsasında müəyyən edirik? Planlaşdırma iki cür olur. Cari planlaşdırma, perspektiv planlaşdırma. Cari planlaşdırmada həftəlik planlaşdırmadır. Perspektivlik illik deyir. Bura daxil olur cari planlaşdırmaya mövzu, standart, inteqrasiya, mövzu, məqsəd, iş usulu, iş forması, resurs. Ancaq perspektivdə, illikdə isə bir dənə tarix yəni orada olur, bir də iş usulu, iş forması orada olmur. İndi siz mənə qeyd edin görün, bax, məşğələni hansı planlaşdırmada müəyyən edirsiniz? Məşğələni həftəlik cari planlaşdırmada. Xeyr. Niyə müəllimə? Məşğələni onun üzərində qoyuluq da, həftəlik planlaşdırmanın üzərində qoyuluq. Yoxsa perspektiv illik
illikdə belədir ki, yəni müəllimə, illik oradadır ki, standartları oradan götürürük. Aha. Yəni mövzuları oradan seçirik, yazırıq da, yəni standartları oradan seçib götürürük, yəni 4 inkişaf sahəsi üzrə. Ay, sağ ol. Demək onda bizə illik planlaşdırma Samirə müəllimə hazır şəkildə verilir də, düzdürmü? Bəli, bəli. Ay, sağ ol. Və bizə məşğələlər artıq orada hazır şəkildə verilir. Biz məşğələni illikdə yazılır. Amma biz desək ki, mənə məşğələnin gedişatı hansı planlaşdırmada aparılır? Mən orada yəni biraz yəni belə bilirəm, yəni belə ayırdı yəqin edə bilmirəm. Ay, sağ ol. Amma belə bilirəm. Bəli. Məşğələnin gedişatı caridə aparılır, amma məşğələ ümumi olaraq sizə illikdə hazır şəkildə verilir. İllikdən götürürük, hazır vəziyyətdə oradan yazırıq 4 il inkişaf sahəsi üzrə. Ay, sağ ol. Bəli. Bəs yaxşı, demək siz mənə qeyd edin. Məşğələ mövzudan daha geniş anlayışdır, yoxsa mövzu məşğələdən daha geniş anlayışdır? Əlbəttə ki, mövzu olar. Çünki mövzu üzərində məşğələmizi qururuq. Məqsədimizi mövzu üzərində çıxardırıq. İndi mövzu məşğələdən geniş anlayış olur, yoxsa məşğələ mövzudan? Yəni mövzu ətrafında məşğələnin gedişatını aparırıq da, yəni məncə mövzu ola bilər burada. Məşğələ. Məşğələlərimiz ümumidir axı. Burada ətraf aləmə tanışlıq var, riyaziyyat var, bədii təfəkkür var, sonra təsviri fəaliyyət. Müəllimə, məşğələlər, bəli, düz deyirsiniz, amma hər məşğələnin, yəni hər mövzunun, belə, yəni bizim keçdiyimiz mövzuların bütün proqram üzrə. Məsələn, bədii təfəkkür idrakla bağlıdırsa, məsələn, bu başqa bir mövzudur. Onun ətrafı geniş olur, ətraf aləmlə də, ətraf aləmlə yenə idraka bağlıdır. Yəni bir-birlərinə əlaqəlidir. Ay, sağ ol. Bəli, artıq siz öz məşğələlərinizi yəni mövzunu müəyyən edirsiniz, doğrudur. Yaxşı, onda siz mənə qeyd edin. Bax, deyək ki, nəyə qeyd edeyim sizə? Ətraf aləmə tanışlıq məşğələsini keçirsiniz və burada klaster üsulunu istifadə edin. Necə istifadə edirsiniz Samirə müəllimə? Məsələn, qış mövzusu üzrə mövzu verirəm. Məsələn, orada uşaqlara şaxələndirərəm havanı, yaz, yay, payız 4 fəslini verərəm. Yəni o hansına uyğunsa orada geyimləri verə bilərəm, məsələn. Sonra meyvələri verə bilərəm. Belə, yəni çox mövzu, yəni o ətrafda geniş ola bilər. Ətraf aləm haqqında. Doğrudur. Bəli, o üzrə də uşaqlar tapar, yəni orada göstərərlər. Xətləyə bilərlər, göstərə bilərlər. Bəs onda qeyd edin görüm, klaster deduktiv üsul adlanır, yoxsa induktiv üsuldur? Klaster azdan çoxa, çoxdan aza. Mən bax, bunları qarışdırıram. Deduktiv olar yəqin ki. Yəni deduktivdir, induktivdir. Bax, bunları mən ümumiyyətlə azdan çoxdan aza hər mövzuda belə qarışdırıram. Heç yadımda saxlaya bilmirəm. Deduktiv. Bilmirəm, deduktiv aldı, yoxsa düz demişəm də, onda deduktivdir. Ay, sağ ol. Deduktiv odur ki, o cəmdən təkə doğru gedir. Yəni cəmdir. Məsələn, tutaq deyək ki, nə qeyd edeyim sizə? Məsələn, heyvanlar. Heyvanlar cəmdir, tək-tək vurğulanır, adları çəkilir. Ayı, məsələn, tutaq deyək ki, canavar, tülkü, bu olur deduktiv üsul. Amma induktiv odur ki, ilk öncə təklər vurğulanır. Məsəl üçün, canavar, ayı, sonra çoxluğa doğru gedir. Ay, sağ ol, bəli. Bu da olur induktiv. Çox sağ olun Samirə müəllimə. Siz sağ olun müəllimə, çox sağ olun. Allah razı olsun. Sağ olun müəllimə. Sonra qeyd eləsin, demək, Aytəkin müəllimə. Salam müəllimə, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Aytəkin müəllimə, siz bizə nəyə qeyd eləyin, demək, bizim günün birinci yarısı və günün ikinci yarısı üçün proseduru qeyd eləyin. Günün birinci yarısında açıq havada gəzintidir, qidadır, yuxudur, ondan sonra oyun fəaliyyətidir. Günün ikinci yarısında artıq
asudə vaxtlarının təşkilidir, uşaqların gəzintisidir, qidalanmasıdır. Yəni bunlar rejimə aiddir. Bəs yaxşı, onda qeyd edin görüm Aytəkin müəllimə. Bax, günün birinci yarısı ilə günün ikinci yarısının ortaq cəhəti nədir? Ortaq cəhəti müəllimə ikisində də gəzinti var. Ay, Ondan sonra qidalanma var. ay, sağ ol. Bəli. Sadəcə məsəl üçün bir fərqi ola bilər ki, günün birinci yarısında idrak tələb edən məşğələlər ən çox salınır ki, uşaqların beyni çox yorulmasın. Günün ikinci yarısında yəni o qədər də beyin yoran məşğələlər olmur. Yəni tədris fəaliyyəti günün birinci yarısında olur. Ümumiyyətlə günorta fəaliyyətində adətən oyunlar təşkil olunur da, məşğələ oyun formasında keçirilir uşaqlara. Bəli. Bəs yaxşı, hansı yaş qrupudur ki, orada 2 məşğələ olduğu halda məşğələnin biri günün ikinci yarısı təşkil olunur? O 1-2 yaş qrupudur. Çünki 1-2 yaşda uşaq tez yorula bilər. Doğrudur. Bəs yaxşı, hansı məşğələdir ki, o məşğələnin birinci və ikinci hissənin sonunda idman dəqiqəsi verilir? Hansı məşğələdir? Bəli. Müəllimə idrak tələb edən məşğələlərdə olardı. O məsəl üçün sensor tərbiyə məşğələsi və yaxud da məntiqi riyazi təvəccüh məşğələsində biz yəni idman dəqiqəsindən istifadə edə bilərik də tətbiq etmədən əvvəl. Ay, sağ ol. Bəli. Bəs yaxşı, demək siz mənə qeyd edin müəllimə, ümumiyyətlə qidalanma var ki, uşaqlar neçə dəfə qida ilə təmin olunurlar? Günün birinci yarısında elə bir səhər yeməyi olur, günorta yeməyi, bir də axşam yeməyi olur da uşaqlarda. Ay, sağ ol. 3 dəfə təmin olunurlar, doğrudur. Bəli. Yaxşı, siz mənə nəyə qeyd eləyin? Bizim hansı metoddur ki, ədədin təsviri mənasını verir və qrubeyə məxsusdur? Monoqrafik metoda aiddir. Dediyiniz kimi qrubeyə, yəni qrubeyin adı ilə bağlıdır. Ay, sağ ol, doğrudur. Bəs yaxşı, hansı pedaqoqumuzdur ki, məkan anlayışlarını müəyyənləşdirir? İrəli, geri, sağ, sol. İrəli, geri, sağ, sol. Bir dəqiqə mən fikirləşməyim. Buyurun. Montessori. Xeyr. Bəli. Ümumi olaraq hal-hazırda nəzəriyyə olaraq çərçivənizdə deyil, amma riyaziyyat məşğələsinin əsasında fikrini qeyd edən pedaqoqlardan biridir. Yaxşı, siz mənə qeyd edin demək, bizim ətraf aləmə tanışıq məşğələsi var ki, ətraf aləmə tanışıq məşğələsi ilə ekskursiyanın ortaq və fərqli cəhətləri nədən ibarətdir? Ətraf aləmlə tanışlıq məşğələsində, yəni uşaqları ən çox ətraf aləmin gözəlliklərini görmək daha çox, yəni necə deyim, ön planda tutulur, uşaq çıxır, ətraf aləmə baxır, kəşf edir və yaxud da hər hansı fəaliyyətlə məşğul olur. Ekskursiyada isə ən çox, yəni mən belə düşünürəm ki, ətraf aləmlə tanışlıq məşğələsində yəni uşaqlar daha az nəyinəsə məşğul olur, ancaq ekskursiyada ən çox əmək fəaliyyətinə yiyələnmiş olurlar. Məsəl üçün uşaqları nar bağlarına aparmaq olar, oradan uşaqlar məsəl üçün insanların əl işlərinə baxa bilərlər və yaxud da çörək zavodlarına aparmaq olar, çörəyi necə hazırlamaq lazımdır, hansı qaydalardan, prosedurlardan keçir. Uşaq yəni bunları əyani olaraq hamısını həmin o prosesləri görə bilirlər. Yəni mən belə fərqləndirərəm. Bəs ortaq cəhət nədir? Ortaq cəhəti yəni ikisi də yəni necə deyim, ətraf aləmdə baş verir də bu proseslər.
Yəni uşaq həqiqətən də ətraf aləmin bütün gözəlliyini görə bilir. Yəni kəşf edir də bir növ hər şeyi. Bəli, yəni ekskursiyanın ətraf aləmə tanış məşğələsinin ümumiyyətlə ikisinin də ortaq cəhəti odur ki, müşahidəçilik tələb edir, ikisində də var. İkisinin də uşağın nitqinin inkişafı təmin olunur, təfəkkürünün, təxəyyülün inkişafı təmin olunur. Amma fərqli cəhət ondan ibarətdir ki, məşğələ olaraq ətraf aləmə tanış məşğələsi həftənin 5 günü keçirilir. Amma ekskursiya isə bu belə deyil də, ildə ya 2 dəfə təşkil olunur, ya 1 dəfə təşkil olunur. Yəni daimi şəkildə təşkil edilmir ekskursiya. Bəli. Və bir də fərqli cəhət ondan ibarətdir ki, ümumiyyətlə ekskursiyanın təşkil olunması hansı yaş qrupundan müəyyənləşir? Böyük yaş qrupundan artıq biz ekskursiya apara bilərik uşaqları. Sağ ol. Və bir də fərqli cəhət ondan ibarətdir ki, bizim ətraf mühitlə tanışlıq məşğələmiz bütün yaş qrupları üzrə təyin edilir, amma ekskursiya təyin edilmir. Sağ ol, təyin edilmir. Yaxşı, ekskursiya sizdən hansı bacarığı tələb edir Aytəkin müəllimə? Müəllimə, yəni mən əvvəlcədən planlı müəllimə olmalıyam da, nəticə yönümlü müəllimə olmalıyam. Əvvəlcədən məsəl üçün mən sabah planlaşdırıram ki, uşaqları hər hansı bir yerə aparacağam ekskursiya üçün. Mən hava şəraitinə baxmalıyam əvvəlcədən, həmin gün hava necə olacaq və yaxud da əvvəlcədən gedib o yerə mən baxmalıyam, həqiqətən də bu uşaqlar üçün təhlükəsizdirmi və yaxud da hava əgər birdən pisləşsə, bir sığınacaq varmı? Həqiqətən yəni o getdiyim yer uşaqlar üçün faydalı olacaqmı? Yəni bunların hamısını mən nəzərə alıb elə ekskursiya apara bilərəm. İndi bu sizdən hansı bacarığı tələb eləyir? Hansı bacarığı tələb eləyir? Təbii konstruktiv bacarıq. Sağ ol, doğrudur. Çox sağ olun Aytəkin müəllimə. Siz sağ olun müəllimə. Sağ olun. Sorum qeyd eləsin Hülqaya müəllimə. Salam müəllimə, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Rüqaya müəllimə, siz bizə nəyi qeyd eləyin? Siz bizə qeyd eləyin valideyn tipləri. Valideyn tipləri hansılardır? Deməli 4 cür valideyn tipimiz var. Pasiv valideyn, narazı valideyn, təkəbbürlü valideyn. Dördüncüsü deməli pasiv, təkəbbürlü. Dördüncüsü xatımdan çıxdı. İntellektual. Bir də problemlərdən qaçan valideyn. Bəli. Məlumat verin bu valideynlər haqqında bizə. Deməli, pasiv valideyn həkimlərin və müəllimin uşağı haqqında dediyi problemlərdən deməli, problemlərə fikir vermir. Məsələn, həkim uşağı yoxlayarkən deyir ki, uşağın bu xəstəliyi var. Valideyn ona fikir vermir, əhəmiyyət vermir. Sonra bu deməli problemlərdən qaçan valideyndir. Sonra bütün öhdəliyi müəllimin üzərinə atır və deyir ki, sən müəllimsən, uşağa hər cür baxmaq sənin öhdəliyindədir, sən eləməlisən hər şeyi. Bu pasiv valideyndir. Deməli, təkəbbürlü valideyn isə müəllimin uşağa qarşı davranışını tənqid eləyir. Deməli, müəllimin davranışını tənqid eləyir. Deməli, biri də var idi, intellektual valideyn. Bu valideyn də yuxarı deməli instruksiyalarda araşdırma tələb eləyir. Deməli yəni belə. Yaxşı. Siz mənə qeyd eləyin onda demək, bax, əgər siz valideynlərlə əlaqə saxlayırsınızsa, uşaqların inkişafı ilə bağlı valideynləri məlumatlandırırsınızsa, bu sizdən hansı qabiliyyət tələb edir? Kommunikativlik, ünsiyyət. Yəni valideynlə elə ünsiyyətə girməliyəm ki, birinci uşağın deməli müsbətindən mənfisinə doğru getməliyəm. Birdən-birə mənfini demək olmaz. Müsbət, mənfi, təkrar müsbət deməliyik. Bu da ünsiyyət əlaqəsi, kommunikativlik əlaqəsinin bağlıdır. Bəs yaxşı, hansı etik prinsipi tələb eləyir? Etik prinsiplərimiz etik prinsiplərimiz yadımdan çıxdı. Bir dəqiqə deyəcəm.
mədəni deməli ictimai etimad deyil, mədəni davranış. Mədəni davranışı deyirsə, yəqin ki. Bəli, mədəni davranış. Bəli. Aha. Yaxşı, demək siz mənə qeyd edin müəllimə, bizim bax səhnəciklərin təşkil olunması var ki, bu süjetli rollu oyun olsun, dramlaşdırılmış oyun olsun. Bunlar hansı standartın əsasında reallaşır və hansı məşğələ üzrə üstünlük təşkil edir? Deməli, bir də zəhmət olması son təkrarını yardız. Aha. Bizim bax bu səhnəciklərimizin təşkil olunması süjetli rollu oyun ola bilər, dramlaşdırılmış oyun ola bilər ki, hansı məşğələ üzrə üstünlük təşkil edir? İlk öncə bunu qeyd edin, sonra deyəcəm. Hansı məşğələ, deməli, bədii təfəkkür məşğələsi. Ay, sağ ol. Bəs yaxşı, səhnəciklərin reallaşması hansı standartın əsasında müəyyənləşir? İdraki inkişaf. Xeyr. Üçüncü inkişaf sahəmiz onda estetik və yaradıcı. Deməli, Alt standart olaraq? Alt standartda bir dəqiqə fikirləşin. Buyurun. 3-1-dir müəllimə. O əsas standartımızdır. Bəli, 3-1 nöqtə alt standartları o qədər də yaxşı bilmirəm düzü. Deməli, səhnəciklər başlayır hardasa 3-4 yaşından. 3.1 nöqtə yox, müəllimə deyə bilməyəcəm alt standartını. 3.1.8-dən 9 səhnəciklə bağlıdır. Yəni siz burada hər hansı bir məşğələnin əsasında, məsələn, əgər səhnəcik varsa, inteqrasiya hissəsinə rahatlıq şəkildə həmin standartı qeyd edə bilərsiniz. Aha, bəli, bu ayrıca qeyd olunub, yəni. Standart cədvəlində var ayrıca. Ay, sağ ol, bəli, standart cədvəlinə baxa bilərsiniz. Orada 8 ilə 9 səhnəciklə bağlıdır. Çox sağ ol, Rüqayyə müəllimə. Çox sağ ol, müəllimə, təşəkkür edirəm. Siz sağ olun. Digər müəllimlər də sual cavab edək. Demək, sonra Aynur müəllimə. Salam müəllimə, axşamınız xeyir. Salam müəllimə, axşamınız xeyir olsun. Aynur müəllimə, sizə nəyə qeyd eləyək? Demək, siz mənə qeyd eləyin bizim psixi proseslərimizi. Psixi proseslərimizdən diqqət, hafizə, təxəyyül və təfəkkürlə bağlıdır. Ay, sağ ol. Diqqət, deməli, psixi proseslərimizin bir obyekt üzərində cəmləşməsidir. Yəni, diqqətimizin həmin obyekt üzərində cəmləşməsindən söhbət gedir burada. Təfəkkür idrakla bağlıdır. Hafizə isə yaddaşla əlaqəlidir, yəni xatırlamaq, yada salmaq, təxəyyül də ki, uşaqların yaradıcılığı ilə bağlıdır. Hər hansıda bir nağılı danışırıq və onun ardını uşaqlara danışmağı təklif edirik. Bu təxəyyüllə bağlıdır. Ay, sağ ol, doğrudur. Yaxşı, onda siz mənə qeyd eləyin görüm, təxəyyül bizim hansı nəzəriyyəmizi reallaşdırır? Təxəyyül nəzəriyyələrimizdən yaddaşa əsaslanmaq. Emiliya. Aha, Emiliya da ola bilər, sonra. Montessori də ola bilərdi, yaradıcılıq var orada da. Yox, Montessori əsasən təfəkkür əsaslanır, idrakla bağlıdır. Waldorf, Prebel də ola bilər. Orada da yaradıcılıq əsas götürülənir. Bəli. Əsasən Waldorfla Emiliyadır. Yaxşı, siz mənə qeyd edin müəllimə, bizim diqqət psixi prosesimiz var ki, bu fəal məşğələnin hansı mərhələsini təmin edir? Diqqət motivasiya mərhələsini təmin edir. Orada uşaqlardan diqqətli olmağı, fərziyyələrə uyğun olan şəraitin yaradılmasını tələb edir motivasiya mərhələsi. Ay, sağ ol, doğrudur. Bəs yaxşı, motivasiya mərhələsi hansı didaktik prinsipi tələb edir uşaqdan?
didaktik prinsip olaraq Hı -hı. şəxsiyyət yönümlülük. Nəyə əsasən? Çünki şəxsiyyət yönümlü uşaq, yəni hər tərəfli uşaqdır, qabiliyyətli uşaqdır, bacarıqlı uşaqdır. Şəxsiyyət yönümlülüyün hansı mərhələsi? İdrak. Aha. Yaxşı, siz mənə qeyd eləyin. Fəal məşğələnin hansı mərhələsi üzrə idman dəqiqəsi təşkil olunur? Hansı məşğələsi üzrə? Hansı mərhələsi üzrə? Tətbiq etmə zamanı, tətbiq etmədən əvvəl. Tətbiq etmədən yoxsa? Dərk etmədən əvvəl. İndi bax, testdə düşüb təsəvvür edin ki, bu sualla qarşılaşırsınız ki, deyir ki, idman dəqiqəsi dərk etmənin əvvəli təşkil olunur, dərk etmənin sonu təşkil olunur, tətbiq etmənin sonu təşkil olunur. Hansını götürərsiniz? Əslində müəllimə, motivasiyadan sonra əgər zihin gərginlik tələb edən məşğələdirsə, onda motivasiyadan sonra idman dəqiqəsini vermək vacibdir. Əgər məşğələ doğrudan da çox yorucu keçirsə, dərk etmədən də sonra idman dəqiqəsi vermək olar. İndi bax, deyilmi? İndi sual olaraq düşüb də, siz qeyd edin, mən qeyd edəcəm sizə. Məncə dərk etmədən əvvəl. Xeyr, səhv etmiş oldunuz artıq. Dərk etmənin sonu. Ümumilikdə, motivasiya mərhələsində adətən tərbiyəçi təcrübə daşıyır orada ki, siz uşaqların diqqətini və onları adaptasiya edirsiniz özünüzə. Yəni burada daha çox üstünlük siz tərəfə düşür də. Çünki onları uşağın məşğələyə tanış edirsiniz axı və onları adaptasiya etməlisiniz özünüzə. Amma artıq ki, məsələn, verdiyiniz bu tapşırıqlar var. Bu tapşırıqları artıq uşaqlar həlmi edirlər və yaxud da ki, tapşırıqları problemi həll edirlər, misalları həll edirlər. Yəni bir növ sizin verdiyiniz suallara cavab tapılır dərk etmə mərhələsində. Yəni uşağın daha çox zehin tələb edir dərk etmədə. Və artıq dərk etmənin sonu biz idman dəqiqəsini veririk uşaqlara. Amma mənə qeyd olunsa ki, yalnız dərk etmə mərhələsində idman dəqiqəsi verilir, bu artıq doğru deyil. Çünki yalnız dərk etmə mərhələsində vermirik biz. Əlbəttə ki, tətbiq etmədə də verə bilərik. Əgər ağır bir məşğələdirsə həqiqətən də, onda tətbiq etmədə də verilir. Amma sual olaraq mənə soruşsa ki, fəal məşğələnin hansı mərhələsinin sonunda idman dəqiqəsi verilir. Bunu dərk etmə götürəcəksiniz. Dərk etmədən. Yəni sualdan suala çox şey dəyişilir. Artıq orada biraz diqqətli olmalısınız ki, o biraz çaşdırıcı məqam olur da. Məsələn, biri var ki, səni yalnız dərk etməni vurğulasın. Bu artıq səhv olar. Bir də var ki, səndən sonunu soruşsun. Əslində mənim elə tətbiq etmə mərhələsində elə zaten oyun formasında verildiyi üçün bir o qədər də yorucu olmazdı, mən elə gəlib. Sağ ol, bəli. Həm oyun formasında verildiyinə görə orada uşaqların artıq demək olar ki, elə hərəkətlərə daha çox təmin olunur. Ona görə çox yorucu olmur, bəli, orada. Sonra siz mənə bir də nəyə qeyd edeyim, müəllimə? Siz mənə qeyd eləyin, bizim demək, fərd-daxili intellektə malik olan uşaqlar var ki, bu uşaqlarla biz hansı iş formasından istifadə etməyimiz daha uyğundur və bu uşaqlar necə bir uşaqlardır? Fərd-daxili intellekt Gardnerə aiddir. Burada uşaqlar əslində fərdi iş bu uşaqlarla aparmaq daha məqsəd uyğundur. Çünki uşaqlar özlərinə qapanıq uşaqlar olar, təklikdə olmağı çox sevirlər, çətinliklərin öhdəsindən tək gəlməyi xoşlayan uşaqlardır. Yəni ona görə fərdi iş üsulu onlar üçün daha uyğundur. Sağ ol, doğrudur. Bəs yaxşı, hansı iş formasının əsasında uşaqların nə dərəcədə iştirak etdiyini müəyyən edə bilmirsiniz? Qruplarla iş, yoxsa kollektivli iş. Hansı olacaq? Kollektivli iş, hansının daha çox, hansının daha aktiv, daha zəif olduğu kollektivli iş zamanı müəyyən etmək biraz çətin olur. Bax, görürsünüz, aşağıda yazılan cümlələr sizin fikrinizi yayındırdı.
Özünüz düz Qruplarla demişdiniz. Ay, sağ ol. Qruplarla işdə. Çünki onlar komanda şəklində olurlar və biz onların nə dərəcədə iştirak etdiyini müəyyən edə bilmirik. Çox sağ olun Aygün müəllimə. Siz sağ olun müəllim. Sağ olun. Sorum qeyd eləsin, demək, Mehman yazılan müəllimə. Kollektiv işin mənfi cəhəti ondan ibarətdir ki, orada fəal uşaqlar özlərini ön plana atırlar, amma pasiv uşaqlar isə kənarda atırlar. Müəllimə. Axşamınız xeyir olsun müəllimə. Necəsiz? Çox sağ ol. Yaxşıyam. Yaxşı Siz olasınız. necəsiz? Sağ olun. Adınız necə oldu? Mənəm Aynurə müəllimə, Bahar müəllimə. Hə, Bahar müəllimə, lap yaxşı. Aha. Bahar müəllimə, demək siz mənə nəyə qeyd eləyin? Siz mənə... Sadə suallar versəz yaxşı olar. Hə, yaxşı. 1-3 yaş uşaqlar üçün iş üsullarımızı qeyd eləyin. 1-3 yaşlı uşaqlar üçün iş üsulları. Süjetli rollu oyunlar müəllimə. Hərəkətli oyunlar. Bir də nə oyundur? Süjetli rollu oyunlar, hərəkət didaktik oyunlar. Ay, sağ ol. Doğrudur. Doğrudur. Bəs yaxşı, hərəkətli oyun hansı məzmun xəttini tələb eləyir? Hərəkətli oyunlar, müəllimə, birinci məzmun xətti fiziki hərəkət. Ay, sağ ol. Bəs yaxşı, didaktik oyun? Müəllimə, didaktik oyun ikinci məzmun xəttimizdir. Süjetli rollu oyun? Süjetli, müəllimə, o 3.2'dir deyəsən. 3.2 yoxsa 3.1? 3.1. Sağ ol, 3.1. 3.2 əməklə bağlıdır. Yaxşı, siz mənə nəyə qeyd edin? Siz mənə qeyd edin. Bizim oyunlarımızdan hansı oyunumuz kooperativ oyun adlanır? Kooperativ oyun? Bəli. Kooperativ oyun. Nasıl oyunuydu? Amma onu bilmədim. Bəs yaxşı, onda paralel oyunun son mərhələsi hansı oyundur? Paralel oyunda bir 2-4 yaş uşaqlardır. Bir-biri ilə ünsiyyət qurmasa da yanaşı olaraq eyni məkanda oynayırlar. Aha, bəli. Eyni mühitdə bir-birlərinə yaxın, amma müstəqil şəkildə, fərdi şəkildə oynayırlar. Aha, indi qeyd edin görün, bax bu paralel oyunun son mərhələsi hansı oyun adlanır? Dediyiniz də yadımdan çıxdı. Əməkdaşlıq. Əməkdaşlıq, bəli. Paralel oyunun son mərhələsi əməkdaşlıq oyunudur. Çünki ayrı-ayrılıqda oynayırlar, amma istənilməyən bir məqamda artıq onlar başlayırlar əməkdaşlıq etməyə. Və kooperativ oyunda əməkdaşlıq oyun adlanır. Hə, kooperativ oyunda. Bəli, kooperativ oyun əməkdaşlıq. Bunu ilk dəfə deyişdirəm. Yaxşı, demək siz mənə qeyd eləyin nəyi? Bizim hansı iş formasının əsasında diferensial mühit qorunur? Diferensial mühit. Hansı iş formasını? Bəli, hansı iş formasının əsasında diferensial mühit qorunur? Diferensial qorunur. Hansı iş formasında? Bəli. Yəni, bax, burada fərdidir yəqin ki. Yox. Qruplarla? Baxın, hal-hazırda biz, mən elə acı sizinlə dərslik təşkil etmişəm ki, hər biriniz qoşulmusunuz, düzdürmü? Hər biriniz qoşulmusunuz, amma hər birinizə tək-tək yanaşıram. Eləmi? Bəli.
O demək olur kollektiv iş formasının əsasında. Baxın, differensial mühit qorunur kollektivdə, differensial təlim cəlb olunur fərdi iş formasında. Cümlələr fərqli-fərqlidir. Onları qarışdırmayın. Aşağıdan çox müəllimə fərdi iş forması yazmışdı. Fərdi differensial təlim əsaslanır. Amma differensial mühit qorunur kollektivdə. Çox sağ olun Bahar müəllimə. Sağ olun. Sağ olun. Sonra demək bir dənə də müəllimənin sual cavab eləyim. Sonra 5 dəqiqənizdə suallarınızı ayıraram. Aytaç müəllimə, siz eləyim. Salam müəllimə, axşamınız xeyir. Salam, axşamınız xeyir olsun. Demək, siz mənə nəyə qeyd edin Aytaç müəllimə? Siz mənə qeyd edin bizim xarici pedaqoji ədəbiyyatda istifadə olunan 4K bacarıqlarımızı. O demək eşitmə, demək görmə, hiss etmə, toxunma. Yox. Bunlar müəllimə yadımdan çıxıb o açığa. Yaxşı, onda siz mənə qeyd eləyin. Demək, bizim qrupun idarə olunmasından hansı idarə olunmadır ki, 4 mərhələdən ibarətdir? Daha doğrusu 3 mərhələdən ibarətdir. Necə qrupun idarə olunmasında 4 mərhələ? Qrupun idarə olunmasından hansı idarə olunmadır ki, 3 mərhələdən ibarətdir? Qrupun idarə olunması 3 mərhələ. O prosedur, qayda, gözlənti, bunlar deyirsiniz. İndi bu idarə olunmalardan, bunlar idarə olunmadır. Bu idarə olunmalardan hansı 3 mərhələdən ibarətdir? Hansı 3 mərhələ? Bunlardan o birinci gözlənti. Yox. Bunun gözlənti idi, prosedur idi, qayda idi. Prosedur idi müəllimə. Bəli, prosedur. Birinci öyrədirik, sonra məşq etdiririk, sonra da möhkəmləndiririk. Bəli. Yaxşı, siz mənə qeyd edin. Prosedur pozulduğu halda burada səhv nədədir? Yəni kimdədir səhv? Prosedur pozulduğu halda məncə burada tərbiyəçidədir. Çünki əgər o proseduru düzgün təşkil etsə, düzgün şəkildə uşaq yönləndirsə, məncə o da düzgün şəkildə əməl eləyər. Məncə tərbiyəçidədir. Sağ ol, bəli. Çünki məşq etdirməyib və ona vaxt ayırmayıb. Bəs yaxşı, demək siz mənə qeyd eləyin nəyi? Dəstəkləyici ifadələrimiz var ki, bu dəstəkləyici ifadələr nədir? Dəstəkləyici ifadə dəstək vermə. Burada düzdür müəllimlər yazır, amma mən özüm yadıma sala bilmirəm ki, hansı. Siz onlara baxmayın. Siz özünüz yadınıza salın. Gözümün qabağı, bir anda o dəqiqə gözümün qarşısına gəlir, amma hal-hazırda gözümün qarşısına gəlmir. Ki, hansılar idi, onlar idi. Yadıma düşmədi müəllimə. Doğru yazılır. Avans vermək, verbal və sonra nə idi? Gizli təlimat, fərdi. Motivasiyanın gücləndirilməsi, fərdi müstəsnalıq. Bəs yaxşı, bax bu dəstəkləyici ifadələrimiz hansı mühitin əsasında reallaşır? Bunlar çox üzr istəyirəm. Bir daha təkrarlaya bilərsiniz. Qeydlədim ki, dəstəkləyici ifadələrimiz hansı mühitin əsasında təmin olunur? Dəstəkləyici ifadələr hansı mühit? Sosial mühit müəllimə? Xeyr. Elə adından bəllidir.
Dəstəkləyici mühitün elə. Ay, sağ ol, dəstəkləyici mühitin əsasındadır. Baxın, dəstək olmaq. Uşaqlara avans veririk, onların maraqlarını, onların potensialını nəzərə alırıq, hər bir uşağın fərdi xüsusiyyətini nəzərə almış oluruq. Bax, bunların hər biri dəstəkləyici ifadələrin əsasında müəyyənləşir. Çox sağ olun Aytaç müəllimə. Siz sağ olun. Sağ olun. Belə. Sual-cavab olmayan müəllimlər inşallah ki, bir dəfə görüş təşkil edeyim halda onda yenidən sual-cavab eləyəcəm. İndi kimlər ki 5 dəqiqə vaxtımızı qeyd eləyək də, sualları varsa verə bilərlər. Aşağıdan mən çoxunu oxuya bilmirəm. Amma sualınız varsa buyurun, eşidirəm. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Bir. Aha. Müəllimə, bu uzun vaxtı mən işləyirəm. Mən hələ indiyə qədər bilmirdim ki, günün ikinci yarısı məşğələ olur. Çünki bizim bağçada 1-2 yaş yox ki, deməli 1 yaş, 2 yaşa qədər günün ikinci yarısı məşğələ olurmuş. Mən onu indiyə qədər bilməmişəm. Onu hardan öyrənmək olar? O elə indi eşitdim, çox sevindim. Çünki axtardığım bir mövzuydu. O mövzunu mən hardan götürüb ətraflı oxuya bilərəm? Aha. Kiçik qruplarda bildiyiniz kimi kiçik yaş uşaqlar olduğu üçün onlarda məşğələ günün, yəni 2 məşğələ olduğu halda bunun biri günün ikinci yarısı keçirilir. Siz mənə şəxsidə yazarsınız müəllimə, mən onları ataram sizə həmin PDF-i. Yaxşı, çox sağ olun. Sağ olun. Minnətdaram. Sağ olun. Axşamın xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, bayaqdan bizdə şəxsən də siz deyirdiniz, hansısa pedaqoqun da o riyaziyyata aid nəyi vardı, məkana mı, fəzaya mı aid? Onu bir də zəhmət olmasa deyərdiniz müəllimə, bilərdim heç olmasa. Bizim məkan anlayışlarımız var ki, irəli, geri, sağ, sol, yuxarı. Bunlar Tolstoya bağlıdır. Yəni bu fikri Tolstoy qeyd etmişdi, məkan anlayışlarını. Riyaziyyat məşğələsində. Siz sağ olun. Aynurə müəllimə, bayaq dediyiniz sual vermişdiniz mənə. Fərdi yanaşma kollektiva aiddir. Bir də dediniz nəyə aid idi? Fərdi işinə aid idi. Onu qeyd edeyim. Aha, biri var ki, diferensial mühit qorunur. Bu olur kollektiv iş formamızda. Çünki bütün uşaqlarda və bütün uşaqlarda bilirsiniz ki, eyni biliyə malik olmurlar da. Burada zəif qavrayan da olur, daha yaxşı bilən də olur. Əgər mən bu uşaqların yanaşıramsa, diferensial mühiti qoruyuramsa, bu olur kollektiv iş forması. Amma diferensial təlimin təmin olunması, bu artıq fərdi iş formasıdır. Çox sağ olun müəllimə. Siz sağ olun. Aynur müəllimə, bu məsələ də qrupa ata bilərdiniz müəllimə, bu diferensial aidi. Dərsli PDF olaraq deyirsiniz? Elə o kəlmələrinizi də biz səsli olaraq müəllimə. Atacaq. Başqaları da... Yaxşı. Çox sağ olun müəllimə. Siz sağ olun. Aynurə müəllimə, bir də siz reproduktiv müəllim, bir də produktiv müəllim haqqında sual verdiniz. Produktiv müəllim bu hazırlıqlı müəllim, işini bilən müəllimlərdə. Yox. Produktiv suallar, bir də var reproduktiv sual.